Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə küncütlü ballı peçenye hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 2 stəkan yarım un, 2 stəkan yarım unu yumuşaq və yaxud da mənim kimi biraz əridilmiş kərə yağı ilə, 120 qram kərə yağı ilə biraz belə ovuntul halı gətirirəm. Əllə ovuram. Bunu qoyuram bir qırağa və başqa bir qabda yarım stəkan, yarım armudu stəkanı su, bir armudu stəkanı şəkər tozu. Bunları biraz belə qarışdırıram və bir xörək qaşığı bal. Bunları bal əriyənə kimi qarışdırıram və əlavə edirəm bayaqki ovuntunun üzərinə və yarım çay qaşığı qabartma tozunu da əlavə edirəm. Qarışdırıram. Elə qaşıqla da yoğururam. Mən sizə göstərəcəm necə yumuşaqlıqda xəmir alınmalıdırsa. Baxın, belə bir xəmir alınır. İndi isə susamı hazırlayıram. Susam qovrulmuş bir armud stəkanı, yəni küncüt. Və üzərinə bir xörək qaşığı bal. Bunları da belə tam qarışdırıram. Xəmirdən belə bir çay qaşığı qədər götürürəm, yumrulayıram və batırıram küncütlü ballı qarışıma. Və beləcə bütün xəmirdən hazırlayıb düzürəm tavaya. Aralı-aralı düzmək lazımdır ki, stəkanla üzərinə basanda bir-birinə yapışmasın. Belə altı düz olan stəkandan üzərinə basıram və belə hamısını hazırlayıram və 180 dərəcədə qızdırılmış sobada üzəri və altı qızarana kimi bişirirəm. Baxın, peçenyalarımız artıq hazırdır. Yumuşaq, çox dadlı, ballı peçenyalar alınır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və şərh yazmağı unutmayın. Çox sağ olun.